özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən və xüsusən yağış yağır, Allah Taalanın rəhməti yerə nazil olur. Allah Taala bütün duaları qəbul etsin inşallah. Allah Taalanın adları barəsində danışırdıq. Əsmaül Hüsna. Quran-ı Kərimdə də keçirdi ki, Allah Taala bir neçə yerdə Quran-ı Kərimdə buyurur ki, dua etdiyiniz zaman Allah Taalanı həmin gözəl adlarla çağırın. Və biz də neçə Allah Taalanın neçə gözəl adı barəsində danışmışdıq. Ən sonuncu Əl-Qazi ismi barəsində danışdıq və bu günləri Allah Taalanın Əl-Həlim ismi barəsində danışacağıq. Əl-Həlim hələmə yaxud helm sözündəndir. Mənası lüğətdə budur ki, dözümlülük, səbir, ağıl, ehtiyatlılıq bu mənaları ifadə edir. Allah Taalanın Həlim isminin mənası Quran-ı Kərimin ayələrində də sizin rastınıza gəlib və dualarda da rastınıza gəlib. Allah Taala barəsində bu cür deyirlər ki, cəzalandırmaqda tələsmir. Məsələn, bəndə günah eləyən kimi dərhal cəzası gəlsin, yox. Cəzalandırmaqda tələsmir Allah Taala. Biz bilirik ki, Allah Taala səriul əfdir, tez bağışlayandır. Bətiul qəzəbdir. Allah gec qəzəblənəndir. Allah gec qəzəblənəndir. Amma tez bağışlayandır. Kumeyl duasında da belə bir hissə var. Allah Taalanın Həlim ismi barəsində. Çox gözəl o cümlələrdir. Hansı ki, ümid edən bəndənin sözləridir. Deyir, ya Mevlaya, ey mənim ağam. Fəkeyfə yəbqa fil əzab və huvə yərcu ma sələfə min hilmik. Deyir, ey mənim ağam, bəndə necə əzabda qala bilər ki, o ümid edir sənin keçmiş helmivə. Yəni, sənin cəzalandırmaqda tələsməmək və ümid bağladığı halda bəndə necə əzabda qala bilər. Bəli, Allah Taalanın Həlim ismi barəsində biz danışdığımız zaman Aleykümselam. Quran-ı Kərimdə 15 yerdə bu kəlmə keçir. Həlim sözü keçir. 11-də Allah Taalaya aiddir. 11 dənə yerdə Allah Taalaya aiddir. 2 yerdə Həzrəti İbrahim əleyhissalama aiddir. 1 yerdə İsmail əleyhissalama və 1 yerdə də Şüeyb peyğəmbər barəsindədir. Allah Taalanın adlarından olan Həlim ismi Quran-ı Kərimdə Allah Taalanın bir neçə adı ilə birlikdə gəlib. Yəni, tək işlənməyib, tək gəlməyib. 6 ayədə bütün günahları bağışlayan Qəfur ismi ilə gəlib. 3 ayədə hər şeyi haqqı ilə bilən Alim ismi ilə gəlib. Bir ayədə hər şeydən ehtiyacsız olan və Allahdan başqa hər bir şeyin Allaha ehtiyacı olan Qəni ismi ilə bir ayədə gəlib. Və daha sonra az əmələ çox mükafat verən Şəkur ismi ilə birlikdə zikr olunub. Əlaqəli olan ayələri incələdiyimiz zaman, o hansı ki, ayələrin sonunda gəlir. Allah Taalanın Həlim ismi, məsələn, Qəfurun Həlim. Quran-ı Kərimin gözəlliklərindən biri budur ki, o hansı ayənin sonunda ki, Allah Taalanın hansı ismi gəlir, demək ki, o ayə ilə əlaqəlidir. O ayə ilə əlaqəsi var. Bu ayələri incələyəndə anlaşılır ki, Həlim isminin Qəfur ismi ilə bərabər gəlməsinin insanların bəzi günahları etdikləri zaman tez cəzalandırmır, fürsət verir,
imkan verir ki, Allah Taala bəndə tövbə eləsin. Hətta biz əvvəllərdə danışmışdıq, Allah Taalanın Şahid ismi barəsində, Əş-Şahid ismi barəsində danışanda demişdik ki, Allah Taala bəzən insan günah edir, mələklər onun günahlarını qeyd edir. Allah Taala buyurur ki, hələ yazmayın günahını. Adam günah eləyib, mələyə deyir, hələ yazma günahını. Bəlkə istiğfar edər, bəlkə bağışlanar, bağışlanma diləyər. Elə o ayələrdən inşallah münasib olanlarını, neçəsini sizin diqqətinizə çatdırmaq istəyirəm. Onlardan biri Bəqərə surəsindədir. Bəqərə suresinin 235-ci ayəsi. Allah Taala buyurur ki, Bismillahirrahmanirrahim. La yu'axizukumullahu bil-lagvi fi aymanikum. Boş-boş, bihudə şeylərə görə, and içməyinizə görə Allah sizi cəzalandırmaz. Boş-boş şeylərə görə and içmişsiniz, sonra andınızı pozmuşsunuz, ona görə Allah sizi cəzalandırmaz. وَلَكِنْ يُؤَخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ. Lakin sizin qəlbən and içdiyiniz şeylərə görə Allah Taala sizə cəza verər. Vallahu gafurun həlim. Allah Taala çox bağışlayandır və cəza verməkdə tələsməyəndir, həlimdir. Bu ayənin təfsiri barəsində qeyd eləyirlər ki, Abdullah İbn Rəvaha adlı bir şəxs olub. Əgər mən səhv eləmirəmsə, Peyğəmbər dönəmində olan şairlərdən biri olub. Çünki Peyğəmbər dövrünün şairlərindən neçə şair var, bu olmalıdır, həmin şəxslərdən biri olmalıdır. Abdullah ibn Rəvaha söz verir ki, əleyhissalam, söz verir ki, qızı ilə kürəkənin arasında narazılıq yaranır, mübahisə yaranır, and içir ki, mən bunların işinə qarışmayacağam. And içir ki, mən bunların işinə qarışmayacağam. Quran-ı Kərimdə ayədə Allah Taala buyurur ki, hər hansısa bir ailədə söz-söhbət yaranarsa, qız tərəfdən də, oğlan tərəfindən də ağsaqqallar yığışsınlar, arada sülh, barışıq yaratsınlar. Bunu Allah Taala buyurur ki, belə bir əməlin olması vacibdir, gözəl əməllərdən biridir. Bu, həmin Abdullah adlanan şəxs and içir ki, mən onların işinə qarışmayacağam. Daha sonra ayə nazil olur ki, bu işlərə görə ki, and içmişsiniz, andınızı poza bilərsiniz. Məsələn, adam o andın hökmlərində də, şəriət kitablarında da yazır. Anddir, nəzirdir, əhd məsələsidir. Bunlar üçü yanaşı gəlir. İnsan qəzəblənən vaxtı, ondan sonra sakit olmayan bir zamanda, and içdiyi zaman o andlar düzgün and hesab olunmur. O andlar düzgün and hesab olunmur. Və daha sonra növbəti ayədə Allah Taala buyurur, Ali İmran suresinin 155-ci ayəsidir. Hansı ayələr oxuyuruq? O ayələrdə ki, Allah Taalanın Əl-Həlim ismi keçir. O ayələri oxuyuruq. Hansı ayə ilə adla yanaşı, Qəfur ismi ilə yanaşı, Əl-Həlim ismi keçir. Ali İmran suresinin 155-ci ayəsində Allah Taala buyurur, Bismillahirrahmanirrahim. İnnellezîne tevellau minkum yevmel teqal cem'an. Bu ayə nazil olub Uhud müharibəsi vaxtında, Uhud döyüşü vaxtında. İslam tarixində birinci müharibə Bədir döyüşü idi, ikinci müharibə Uhud döyüşü idi. Bədir döyüşündə müsəlmanlar qalib oldular, Uhud döyüşündə isə məğlub oldular. Məğlub olmalarının səbəbini indi deyəcəyik. Bu ayədə Allah Taala buyurur ki, o kəslər ki, qoyub qaçmışdılar. Peyğəmbəri qoyub qaçmışdılar. İki ordunun qarşılaşdığı gün qaçanları İnnellezîne tevellau minkum yevmel teqal cem'an. İki ordunun qarşılaşdığı gün, müsəlmanlarla və müşriklərin arasında müharibə olan gün, qoyub qaçan cəmaat.
İnnəməstəzəlləhumə-şeytan. Şeytan onların düçar olduqları bəzi günahlar sayəsində onları yoldan çıxartdı. Şeytan onları yoldan çıxartdı. Nə idi onlar? Hansı günahlar idi? Nə səbəb idi? Məsələn, tarixdə bu cür qeyd olunur ki, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Uhud döyüşündə müsəlmanlar üçün mövqeylər təyin etmişdi. Və Həzrət buyurmuşdu ki, mən sizi oradan götürməyincə, sizi mövqeylərinizi tərk edin deməyincə, mövqeylərinizi tərk etməyin. Peyğəmbərimiz bu cür buyurmuşdu. Amma müsəlmanlar nə etdilər? Müsəlmanlar zənn elədilər ki, müşrikləri öldürdülər. Düşüb onların qənimətlərini götürmək istəyən zaman ikinci dəstə hücuma keçir. İkinci dəstə hücuma keçir və onlar da qoyub qaçırlar. Qaçmayanların içərisində tarixdə 13 yaxud 18 nəfər olmaları qeyd olunur. Və 2 nəfər dəqiq şəkildə deyirlər ki, bunlar qaçmayan insanlardan idi. Biri İmam Əli əleyhissalam idi, ikincisi Təlhə idi. İmam Əli əleyhissalam həmin döyüşdə çox ağır yaralar almışdı. Çox ağır yaralar almışdı. Allah Taala buyurur ki, onların qaçmalarına səbəb bu olub ki, İnnəməstəzəlləhumə-şeytan bibədi mə kəsəbu. Onların bəzi etdikləri günaha görə şeytan bunları yoldan çıxartıb, şeytan bunlara vəsvəsə edib. Allah Taala buyurur ki, vələqət əfəllah ənhum. Artıq Allah Taala onları bağışlayıb. Allah onların günahından keçib. Allah onları bağışladı. İnnəllaha ğafurun həlim. Həqiqətən Allah Taala çox bağışlayandır və həlimdir. Allah çox bağışlayandır və həlimdir. Biz bu ayəni oxuduğumuz zaman bu ayədə neçə məsələ bizim üçün meyar göstərilir. Onlardan biri budur ki, günah növbəti günaha zəmin yaradır. Ona görə hədislərdə bizə tövsiyə olunur ki, günah etdiyiniz zaman dərhal tövbə edin, dərhal istiğfar edin. Günah növbəti günah üçün zəmin yaradır. Allah Taala bir həqiqəti insanlara çatdırır ki, günahlardan əmələ gələn mənəvi boşluqlardan şeytan istifadə edir. Şeytan istifadə edir həmin mənəvi boşluqlardan. Hər bir günahın təsirindən insanın ruhu zəifləyir. Hər bir günahın təsirindən. Heç təsadüfi deyil. Hədislərdə çox tövsiyə olunur ki, cümələrə gedin. Nə üçün deyirlər cümələrə gedin? Onsuz da adam evdə namazını qılır da. Onsuz da adam evdə Quranını oxuyur da. Nə üçün tövsiyə eləyirlər cümələrə gedin? Cümənin insanın mənəvi faydası var. Allah Taala ayədə nə buyurur? Deyir, əlinizdə olan işləri atın. Əlinizdə olan işləri atın. Demir, səhər namaza gedin, gün arta namaza gedin, axşam namaza gedin. Deyir, cümə günü namaza tələsin. Bu sizin üçün nə qədər xeyirlidir, nə qədər faydalıdır. İnsan günah etdiyi zaman tövbə eləməsə, istiğfar eləməsə, günaha qarşı müqaviməti azalır. Növbəti günaha qarşı müqaviməti azalır. Odur ki, günah ardıyca günah getirir. Günahdan paklanmış qəlbdə şeytanın vəsvəsəsi heç bir təsir qoymur. O insanın ki, qəlbi günahdan pakdir, düzdür şeytan vəsvəsə edir. Şeytan vəsvəsə edir, amma heç bir təsir qoymur. Şeytanın gücü çatmır. Necə ki, ayədə Allah Taala şeytan barəsində buyurur ki, şeytan nə deyir? Deyir, ixlaslı olan bəndələrə mənim gücüm çatmır. Və daha sonra, bu ayələrdə bizim öyrəndiklərimizdən biri budur ki, insan öz nəfsinə qalib gəlməyincə düşmənə qalib gələ bilmir. Gərək birinci öz nəfsinə qalib gələsən, daha sonra düşmənə qalib gələsən. Növbəti ayəni inşallah sizin üçün oxuyun. Maidə surəsinin 101-ci ayəsində Allah Taala'nın
Həlim ismi barəsindədir. Allah Taala buyurur, həmin bu ayə nə barədədir? Yersiz sual vermək barəsindədir. Yeri olmayan sual verməyi müsəlmanlara Allah Taala buyurur ki, yersiz sual verməyin peyğəmbərə. Peyğəmbərə yersiz suallar verməyin. Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amanu. Ey Allaha iman gətirənlər. La təsəlu ən əşyəə in tubdə ləkum təsukum. Deyir, ey iman gətirənlər, aşkar olan şeylər barəsində Peyğəmbərdən soruşmayın, pis olarsınız. Pis olarsınız. Əgər bir şey ki, aşkardır, görünür, da onun barəsində nə sual verirsiniz? Və in təsəlu ənhə hinə yunəzzəlul Qur'an tubdə ləkum. Və əgər sual verirsiniz, o ki, Allah Taala'nın ayəsi, Qur'an nazil olur, Qur'an nazil olduğu vaxt sual verin, həmin vaxt sizin sualınızın cavabı da açıqlanacaq. Sizin üçün həmin məsələlər aşkar olacaq. Əfəllahu ənhə. Allah bağışladı o kəslər ki, bu sualı vermişdilər Peyğəmbərə. Vallahu qafurun həlim. Allah Taala çox bağışlayandır və həlimdir. Məcməul Bəyan təfsirində qeyd olunur ki, bu ayədə nazil olma səbəbi, bu ayənin nazil olma səbəbi İmam Əli əleyhissalamdan rəvayət olunur ki, günlərin birində Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm Allah Taala'nın həcci barəsində olan göstərişləri, əmrləri müsəlmanlara bəyan edərkən bir nəfər yersiz sual verir. Bir nəfər yersiz sual verir. Peyğəmbərimiz çox səbirli adamdır, çox təmkinli adamdır. Gözləyir Peyğəmbər söhbətindən başqa davam edir. Bu adam yenə həmin sualı verir. Peyğəmbərimiz axırda həmin şəxsə bu cür deyir. Buyurur ki, bu adamın sualı bu olur ki, Peyğəmbər, bu əmrlər hər ilə aiddir və biz hər il həccə getməliyik. Aleykümsalam. Peyğəmbər salavatullah buyurur ki, niyə belə israrla təkrar edirsən bu sualı? Əgər sənin cavabına bəli desən, hər il həcc sizə vacib olaraq, hər ildə vacib olsa həcc ziyarəti, sizin onun yerinə yetirməyə gücünüz çatmaz, Peyğəmbər buyurur. Yerinə yetirmə sözdə günah yazılar sizə. Nə qədər ki, mən bir söz deməmişəm, siz də heç nə deməyin. Əgər o məsələ barəsində ki, mən sizə danışmamışam, bir söz deməmişəm, siz o barədə danışmayın. Çünki sizdən əvvəl bir çox tayfalar çox danışdıqlarına və öz peyğəmbərlərinə yersiz çoxlu sual verdiklərinə görə çətinliyə düşüblər. Peyğəmbərimiz buyurdu. Mən sizlərə bir şeyi göstəriş verdiyim halda gücünüz çatdığı qədər əməl eləyin. Və sizi çəkindirdiyim şeydə çəkinin, uzaq olun. Peyğəmbərimiz buyurdu və növbəti ayədə nazil oldu ki, ayədə Allah Taala buyurur ki, "Qad sa'alaha qawmun min qablikum." Sizdən əvvəlki qövm sual vermişdi. Yersiz sual vermişdi peyğəmbərlərinə. "Thumma asbahu biha kafirin." Sonra kafirlərdən oldular. Bax, yersiz sual verməyi Allah Taala Qurani-Kərimin bu ayəsində məzəmmət edir və həmin kəslər ki, yersiz sual veriblər Peyğəmbərə, Allah Taala buyurur ki, Allah onları bağışladı və Allah Taala həlimdir. Və növbəti ayələri inşallah gələn cümə günündə sizin diqqətinizə çatdıracağam. Allah Taaladan duamız budur ki, bu gözəl xüsusiyyətə inşallah, bu gözəl xüsusiyyəti cümləmizə nəsib eləsin. Və insanlar barəsində də Əl-Həlim xüsusiyyəti var. Bu xüsusiyyətin hansı keyfiyyətə malik olması, hansı göstəricilərə malik olması barəsində də inşallah danışacaq.